Torpaqlarının işğaldan azad olunandan sonra elə qısa müddət ərzində Cənab Prezidentin tapşırığı ilə bərpa prosesləri başladı. Yenidən qurma, yenidən abadlaşdırma, bərpa, infrastruktur layihələri və tək şübhəsiz ki, bununla bağlı bir çox qanunlar qəbul olundu və yaxud mövcud qanunlara dəyişiklik oldu. Əlbəttə, Qarabağda və Şərqi Zəngəzurda gedib işləyən insanlarımızın güzəştlərinin, imtiyazlarının müəyyən edilməsi, onların orada iş şəraitinin yaxşılaşdırılması, işə həvəsləndirilməsi üçün ilk növbədə Əmək Məcəlləsində işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssis anlayışı gətirildi və bu mütəxəssislərə bir sıra güzəştlər şamil olundu. Bunlar hansı güzəştlərdir? Birinci növbədə onlara əsas və əlavə məzuniyyətlərindən başqa artıq ildə 5 gün əlavə məzuniyyət təyin olunur. Digər tərəfdə, orada gedib işə başlayanda həmin mütəxəssis bir dəfəlik onun bəzi məişət, sosial qayğılarını yüngülləşdirməkdən ötürü, ya problemləri həll etməkdən ötürü 600 manat məbləğində bir dəfəlik ona müavinət verilir. Orada işlədiyi müddət ərzində, 10 il ərzində 2023-də qanun qəbul olunub, 2023-dən 2033-cü ilə qədər orada çalışan insanların və şirkətlər hamısı bütün vergilərdən azad olunubdur. Torpaq, əmlak, sadələşdirilmiş vergi, gəlir vergisi, mənfəət vergisi hamısına azad olunub. Eyni zamanda sosial sığorta haqlarının ödənilməsi dövlət tərəfindən subsidiyalaşdırılır, qaytarılır. 2026-cı ilə qədər 100% subsidiyalaşdırılır. Yəni, tutaq ki, hər hansı bir vətəndaşımız orada bir şirkət yaradıbdır, orada bir 30 nəfər, 20 nəfər işləyir. Onların sosial sığorta haqları 2026-cı ilə qədər tam dövlət tərəfindən ödəniləcək. 2026-cı ildən başlayaraq isə hər il 20% azaldılmaqla yenə dövlət və şirkət tərəfindən qarşılıqlı şəkildə bu imtiyazlar da deməli öz əksini tapacaq. Digər bir güzəştlərimiz şübhəsiz ki, onların əmək haqlarının əlavələrlə bağlıdır. Əlavələrə 20%lik bir əlavə var, yaxud da bir onda 2 dəfə deyək ki, əmsal tətbiq olunur ki, digər yerlərdə eyni işi görən insanlardan daha çox onlar əmək haqqı alırlar. Təbii ki, onlar orada mənzil şəraitinin təmin olunması, ilk növbədə orada qalıb məskunlaşan insanlarımızın torpaq sahəsi ayrılması, onların məşğulluğuna bağlı özəl deməli, özünə məşğulluq proqramlarına cəlb olunması və s. də tədbirlər həyata keçirir. Hal-hazırda 30 mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayırlar, orada işləyirlər, çalışırlar və bu prosesdə davam edir. Məsəl edirəm, bu həm də eyni zamanda belə güzəştlərdən biri Azərbaycan vətəndaşlığı olmayan xarici ölkə vətəndaşının gəlib orada çalışması ilə bağlıdır ki, kvota vardı. O kvota tamamilə aradan qaldırılıb və bu həmin güzəştlər başqa ölkədən gəlib, qardaş Türkiyədənmi, Çindən mi gəlib, orada çalışan işçilərə də şamil olunur.